Kiçik Qafqaz tektonik zonasına Kiçik Qafqazın əsas silsilələrindən olan Şahdağ silsiləsi, Murovdağ silsiləsi, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası, Qarabağ silsiləsi, həmçinin Naxçıvan ərazisində yerləşən Zəngəzur silsiləsi və Dərələyəz silsiləsi, bir də ki, Naxçıvanda yerləşən Gülüstan, Yayçı və Ordubad düzləri, bir də ki, Talış dağlarının silsilələri olan Bulovar, Peştəsər və Talış silsilələrinin aid edə bilərik ki, bunlar hər biri Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Və sonuncu tektonik zona təbii ki, Araz tektonik zonasıdır. Araz tektonik zonasına Sədərək düzü, Şərur düzü, Böyük düz, Naxçıvan kimi düzləri aid edə bilərik ki, bu ərazilərdə deməli Naxçıvan Araz boyu düzənlikləridir və Araz tektonik çökməsinə aiddir. Və bu tektonik qırılmalar zonası təbii ki, bir-birinə sərhəd təşkil edir və bu qırılmalar zonasında belə deyək, yəni yamaclar dik olur. Həmçinin bu ərazilərdə sürüşmələrin baş vermə ehtimalı daha böyük olur. Mineral suların yer səthinə çıxma ehtimalı daha böyük olur. Həmçinin bayaq qeyd etdiyimiz kimi Azərbaycan ərazisi geosinkronal zona olduğu üçün bizim ərazilərdə yəni zəlzələ prosesinin baş vermə ehtimalı daha çoxdur. Xüsusən Azərbaycanda Şamaxı ərazisində, həmçinin Gəncə ərazisində, həmçinin Naxçıvan ərazisində deməli Naxçıvanda Qapıcıq hissədə 8-9 balıq zəlzələ xətləri bu ərazidən keçir, zəlzələ zonasında yerləşir. Həmçinin Küraraz ovalığı, Talış dağları, Abşeron zonası, Qusar mayili düzənliyi və Böyük Qafqazın bir çox hissələri 7 ballıq zəlzələ zonasında yerləşir ki, bu ərazidə kifayət qədər tektonik zona hesab edilir. Biz Azərbaycan ərazisində yayılmış süxurlara baxsaq, deməli Azərbaycan ərazisində yayılmış süxurlar əlbəttə ki, bizdə kriptozoy eonunun, yəni arxev və preterozoy dövrünə aid hər hansı bir süxura rast gəlinmir. Azərbaycanda ən qədim süxurlar Fanerozoy eonunun Paleozoy erasına aiddir və Paleozoy erasına aid olan süxurlar yayılmışdır Tovuz rayonu ərazisində, Zəyəmçay və Əsrikçay ərazisində, yəni bu çöküntülər Azərbaycanda yayılmış ən qədim süxurlara aiddir. Həmçinin Naxçıvan ərazisində deməli Dərələyəz silsiləsində, bu hissədə Dərələyəz silsiləsində, həmçinin Sədərək qalxmasında. Bunlardan da alt Paleozoy erasına aid olan süxurlar Tovuzun Əsrikçay və Zəyəmçay zonasına aiddir. Deməli, üst Paleozoy zonasına aid olan süxurlar isə Dərələyəz silsiləsi və Sədərək qalxmasına aid ediləcəkdir. Azərbaycanda digər dövrün süxurları, təbii ki, Mezozoy dövrünün süxurları geniş yayılmışdır. Mezozoy dövrünün süxurları